Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Temu bağlamalarım ilə başladım. Bunları artıq mən çoxdan almışam. Sadəcə sizinlə paylaşmaq yadımdan çıxmışdı. Həm də shorts bölməsində bəzilərini paylaşmışam deyə elə hamısını bir videoya yığdım. Sizinlə paylaşmaq istədim indi. Deməli burada daha çox paltarlardır, geyimlərdir, ev geyimidir, gündəlik harasa gedəndə falan geyinməyə bəzi paltarlar almışam. Onlardır. İlk başta göstərdiyim koftanı Ajda ad günündə giyinmişdim. Şəkillərdən bəlkə də əynində görmüşdünüz. Bunu isə bunun altına da bir dənə qara saruçka almışam, köynək almışam. Onunla kombin eləmişəm. Çox gözəl geyimlər olur Temu'da. Siz də istəsəz baxarsınız. Hansının da kodunu istəsəz soruşarsınız məndən. Kommentar bölməsində, şərh bölməsində sizə deyərəm. Keyfiyyətini çox bəyənirəm oradakı məhsulların. Həm keyfiyyətidir, həm də çox münasib qiymətədir. Elə uşaqlara da oradan alış-verişlər eləyirəm tez-tez. Hələ yolda da neçə dənə bağlamalarım var. İnşallah gəlsinlər, onları da paylaşacağım sizinlə. Bunu da ara çıxarmışdım. Düzdür, biraz böyük alıram. Ralın hardasa yaş yarımdır. Amma ki ona 2-3 yaş olan paltarları alıram ki rahat olsun. Həm də bizdə qurutma olduğuna görə də paltarlar biraz kiçilir. Yulandan sonra istər-istəməz pambıqdır deyə biraz kiçilmələr olur. Yəni belə şeylərə görə həmişə böyük razmer götürürəm geyimləri. Uşaqlar üçün uşaqlar üçün olan geyimləri böyük razmer götürürəm və qiymətlər də münasibdir. Dediyim kimi çox da bəyənirəm oradakı paltarların keyfiyyətini. Məsləhət də görürəm. Burada gecə köynəyidir. Əslində ev geyimidir. Evdə geyinirəm mən bunu. Sadəcə gecə köynəyi kimi gedir. Kofta və şalvarıdır. Ev geyimi olaraq da istifadə edə bilərsiniz. Çox rahatdır. Biraz belə ipəkdir. Yatmaq falan çox rahat olmaz, amma evdə geyinməyə çox rahat bir geyimdir. Mən də sevə-sevə istifadə edirəm. Razmeri də ki, həmişə elə öz razmerlərimi alıram. Hamısı da düzgün gəlir, hamısı da rahat olur rənginə. Deməli, bir neçə gün əvvəl qaynatamgilə getmişdik. Elə səhər oyandan sonra ortalığı yığmağa başladım. Biz orada, yəni divanda yatırıq, divanı birləşdiririk, elə yatırıq orada. Ona görə divanı sərgiyə saldım, üzərindəki paduşkaları yerləşdirirəm. Biraz ortalığı sərgiyə saldım. Bu da Raulçik. Neçə vaxt elə soruşursunuz ki, keçən dəfə Ajdan adı günü vlogunda da soruşmuşdunuz ki, Raulçiki göstərmədin bizə. O da sizin Raul, inanın çox dəcəldir, yəni bir yerdə dayanmır. Biz Ajdan ad günündə heç Raul ilə düz əməlli şəkildə çəkdirə bilmədik. Çünki qaynayır, yəni yerində dayanmır bu uşaq. Bilmirəm, sizdə oğlan uşaq olanlarda necədir, amma bizimki yəni yerində dayanmır həqiqətən. Biraz tozları falan aldım, toz saranladım evi. Çox iş görməsəm də. Yüngülvari əl gəzdirdim. Özləri də yəni sərgəli saxlayırlar evi. Mənə o qədər iş qalmır. Sadəcə bəzən olur ki, toz falan olanda yəni silirəm. Amma belə ev sərgəli olur maşallah. Gül kimi saxlayırlar. Və burada da slipinin safetindən istifadə edirəm. Keçən dəfə yenə gördüm, Bazar Store'da 5 manata düşmüşdü. Əgər siz də istifadə edirsinizsə, alın stoklayın. Çünki gec-gec endirimə düşür. Ona görə mən də alanda 2-3 ədədini birdən alıram ki, onsuz da yəni qiyməti hər dəfə almaq olmur. Yəni endirimə düşmüşkən alıb atıram qırağa. Mən digər firmaları istifadə eləməmişəm, amma slipdən çox məmnunam. Heç dəyişdirməyi də istəmirəm. Bəlkə siz daha yaxşısını, yəni istifadə eləmişsiniz, bilmirəm. Yazarsınız yorumlarda, əgər daha fərqli firmalar da var çünki görmüşəm. Amma yenə də slipdən məmnun olduğuma görə dəyişdirmək istəməmişəm.
siz istifadə edirsiniz, eləmirsiniz? Yazın yorumlarda. Zəhmət olmasa, bura kimi də izləmisinizsə, abunə də olun. Videonu da bəyənin, bol-bol yorumlar yazın. Burada da paltarları astım zivəyə. Bizdə qaynatam gildə 4-cü mərtəbədə yaşayırlar. İnşallah evimiz, həyətimiz tezliklə təmir olsun artıq. Bizim yanımıza köçəcəklər. Bilirsiniz ki, bizim həyətimizdə 2 dənə ev var. Biri bizim evimizdir, biri də ki, qaynatamgilin evidir. Təmirdədir hal-hazırda. İnşallah köçməyi düşünürlər ora. Və qızlar, biz artıq evimizdəyik. İndi isə yastıqları yığacağım. Artıq bayram qurtardı. Novruz aid yastıqları yığıb, adi yastıqları yerləşdirəcəm. Yerinə taxacağım. Biraz evdə təmizləyəcəm. Başladı. Və çayımı da süzdüm. Başladım bir dekorları yığmağa. Bəzi hallarda çay içə-içə iş görməyi sevirəm, amma bəzən də olur ki, bütün işlərimi həll edib, sonra rahat oturub çayımı içməyi sevirəm. Yəni fərqli dəyişkənlik göstərir ruh halıma görə. Orada da Arzuda yeməyini yeyirdi. Mən də yastıqları yığırdım. Sizlər necə qızlar? İş görəndən sonra çay içməyi sevirsiniz ümumiyyətlə. Məncə onu sevməyən yoxdur. Bütün işləri həll elədikdən sonra gələn o xoşbəxtlik hissi ilə oturub çay içmə keyfi, yəni tamam başqadır. Burada yoldaşım çiğ köfte almıştı. Onun lavaşın üzerinde hazırladı. Çipsi falan da vurdu. Yani elə yiyir, o şəkildə sevir. Mən o qədər də bəyənmədim, amma yoldaşım çox xoşuna gəlir. Bir neçə gündür artıq neçənci dəfədir çiğ köfte sifariş edirik. Özü də hazırlayıb belə yiyir özü üçün. Pəhrizi isə hələ ki pəhriz o qədər də saxlamır. Əslində qazlı içkilərdən, çörəkdən falan uzaqdır, amma yenə də o qədər də tam pəhriz şəklində deyil. Burada da qablarımı doldururam. Mətbəxdə bəzi təmizlik işləri gördüm biraz. Neçə vaxtı bura fikir vermirdim elə. Aldı başını getdi. İndi isə hamısını təmizləyəcəm. Dolduracağım qablarımı. Biraz sərgiyə salım buraları. Sizə də xoş izləmələr.
Əgər bura kimi izləmisinizsə, deməli videomu bəyənmisiniz. Ona görə bəyən düyməsinə basmağı unutmayın. Bol-bol şərh yazın ki, kanalımız aktiv olsun. Son vaxtlar bilmirəm fikir vermisiniz ya yox, vlog paylaşmam o qədər də həvəsim yox idi. Çünki hardasa 1292 abunəm var idi və hal-hazırda 1270 abunəm falan qalıb. Bəzi abunələrim çıxıb, hardasa 20-yə yaxın abunəm çıxıb. Bu məni motivasiyadan salmışdı. Ona görə də hələ abunə deyilsinizsə, abunə olun, videonu da bəyənin və şərhlərdə yazın. Biraz söhbət edək, danışaq, kanalımız da aktiv olsun. Keçən dəfə bir video çıxmışdı qabağıma. Xanım güya təmizlik eləyirdi. İzləmələrinə də baxdım. Çox gözəl izləmələri var. Yəni o baxımdan halaldır xanıma. Yəni onu bacarır. Gözəl izləmələr almışdı. Amma şərh bölməsində negativ rəylər dolu idi. Əlbəttə ki, elədiyi təmizliyə görə, dırnaqarası təmizliyə görə. Mənə də belə qəribə gəldi. Oturdum, baxdım ki, hər yeri eyni əski ilə silən bir xanıma bu qədər izlənmə gəlir, bu qədər abunələr gəlir. Əlbəttə ki, mənfi rəyin yanında müsbət rəylər də var idi. Belə baxdım, dedim, heyf mənim əziyyətimlə, həqiqətən, yəni o sözün yeri idi. Dedim ki, mən bu qədər təmizlik eləyirəm, hamısını gözəl bir şəkildə təqdim eləyirəm, videolar çəkirəm, amma digər ki, bir əski ilə hər bir yeri silə bilən insanın videosuna bu cür baxış gəlir, bu cür gözəl rəylər gəlir, yəni belə məəttəl qaldım, baxa qaldım qızlar. Nə bilim valla. Allah hər bir kəsin köməyi olsun, hər kəsin təmizliyi özünə görədir, düzdür, amma onlar olmazlar var. Onlara da riayət eləmək lazımdır arada. Yəni ki, belə, mən artıq buna fikir vermirəm. Çünki Azərbaycanda o qədər də keyfiyyətli videolar hazırlayan insanların baxışları yoxdur. Bəzi YouTuberlardan da bunu görmək olar. Ona görə də o qədər də yəni vecimə almıram deyərdim. Əvvəl pis olardım, amma hal-hazırda onu o qədər də pis olmuram. Yəni deyirəm, əşi bizim yəni millət belədir də, bəziləri ancaq amandarlığa falan, yəni belə şeylərə həvəslidir, elə şeylərə baxsınlar, zövq alsınlar. Gözəl videolar izləyənlər yoxdur. Və belə videomun da bugünlük sonuna gəldik. Sizinlə biraz söhbətləşmək istədim. Ürəyimi tökmək istədim sizə. Çünki yəni qabağıma çıxdı, belə baxdım, gördüm ki, həqiqətən çox heyf ki, məndə belə videolar var, amma izlənilmir. Hər hansısa bir natəmizlik videosu daha çox izlənir. Olsun, yenə də canımız sağ olsun. Sizlərə də təşəkkür edirəm izlədiyiniz üçün. Özünüzə yaxşı baxın. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Hələlik.